birinci səhv boşdur ya. Gəlirsən keyfiyyət namaz qoyandan sonra oturmalısan orada, yoxsa çəkilib qıraqda da otura bilərsən yeri tutmaq şərti ilə? Yox, elə eləmə, yeri tutma. Əgər qıraqda oturursansa, artıq o yer sənin deyil. Sənin yox, olmaz bir şey eləmək ki, nəsə qoyum ora, futka, telefon, bu mənim yerim deyil, belə olmaz. Dəstəmaza da getsən, tapşırmalısan. Dəstəmaza da getsən, çalış eləmə. Elənirsə tutalımda, yəni qoyulursan, məsələn, gələn adam onu götürüb otura bilər orada, yoxsa o da... Əslində yoxdur da, elə ədəb yoxdur. Bildim, yəni gəldirsə bir adam, görür ki, o telefonlar düzülübdür, götürüb orada otura bilər, yoxsa oturmağa... O deyə bilmərəm. Amma ki, o insan etdiyi düz deyil. Yox, o düz deyil, o bilir inşallah. Prosta yəni o götürüb, yəni ona görə o məqsəd. Oturmasın, hər yolda oturmasın. Oturmasın, elə qoy qalsın. Qoy qalsın, gəl oturaq. Amma başa salmaq lazım. Götürsən sonra ardı məlumdur. Onda mübahisə. O yalnız məclisə aiddir. Məclisə aiddir ki, sünnədə. Tutaq ki, mən burada oturmuşamsa, mən hər hansı bir səbəbə görə məclisi tərk edirəmsə, bu mənim haqqımdır. Mən gələndə burada oturmalıyam. Məscidə aiddir. Bu məscidə aid, bu məclisə aiddir. Mən gəlib öz yerimdə oturmağa haqqım var. Amma bu məscidə aid deyil. İxlasla.com saytı tərəfindən təqdim olundu.